Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Bilirsiniz ki, Allahı xatırlamaq, zikr eləmək insanlara fayda verir. Müsəlmana fayda verir. Və müsəlmanın silahıdır, müsəlmanın qalasıdır, müsəlmanın qorunmasıdır. Allahı zikr eləmək, dua eləmək. Ən böyük zikir Qurandır. Və bilirsiniz ki, Allahın rəhməti ilə, Rəsulunun dilindən bizə elə zikirlər çatdırıb ki, Allah həmən zikirlərlə eləsi var ki, insan günahlarını təmizləyir. Nə qədər böyük günahlar olsa. Belə zikirlər var ki, Allah Taala'ya yaxınlaşdırır. Və Allahı qorumaq nə deməkdir? Allahı qorumaq, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allahı qoru, Allah da səni qorusun. Allahı xatırla, Allah da səni xatırlasın. Yəni, Allah Taala'nı sən nə cür qoruya bilərsən? Onun heç bir şeyə ehtiyacı yoxdur. Və sən özün möhtacsan. Allah Taala heç bir şeyə möhtac deyil. Sən ancaq Allah Taala'nın uca şənlə təriflər deməklə, zikr etməklə. Allah Taala kömək eləyin deyəndə budur. Və Allah Taala buyurur ki, "İn tansurullaha yansurkum." Quran-ı Kərimdə Allah Taala buyurur ki, əgər siz Allaha kömək etsəniz, Allah da sizə kömək edər. Yəni Allaha necə kömək eləyirsən? Allahın dinini yaşamaqla, yaşatmaqla, dəvət eləməklə, cihad eləməklə, Allahın dinini yaymaqla və s. xeyr əməllərlə. Yəni Allah Taala möhtac deyildir. Yəni bu o deməkdir ki, yəni sən möhtacsan, yəni bunlarla Allah Taala da sənə şərt qoyur ki, əgər sən Allaha kömək eləsən, Allah da sənə kömək eləyər. Və sənin köməyin budur. Və həmçinin Rasulullah sallallahu aleyhi ve sellem də buyurur ki, Allahı hifz elə, Allah da səni hifz eləyər. Allahı qoru, Allah da səni qoruyar. Və bu o mənadadır ki, yəni sən Allahı zikr elə. Allah Taala yolunda çalış, vuruş, öyrən, öyrət, yəni düzüst ol, yaxşı ol. Yəni bunlar hamısı nədir? Sən Allah Taala'nın nədir? Hifz etməyindir, qorumağındır. Və Allah Taala da deyir ki, səni qoruyar. Və bu səbəbdir ki, insan üçün Şeyx İbn Hüseymin rahmetullahi aleyhi Riyadu Salihin şərhində deyir ki, bununla da el-insanu kulləmə hafizə dinillah hafizəhullahu Teala fi bədənihi və hafizəhu fi malihi və əhlihi وفي دينه وهذه أهم الأشياء أن يحفظك الله في دينك. Deyir, insan nə qədər Allahı qoruyarsa, Allah Taala da onu qoruyar. Onun bədənini qoruyar, yəni cismini qoruyar, canını qoruyar və onun malını qoruyar, əhlini qoruyar, ailəsini qoruyar, onun dinini qoruyar. Bunlar əhəm şeylərdir, mühüm şeylərdir. Nə qədər sən Allahı qoruduqca və Allah da sənə dinində qoruyar, sabit eləyər həm də. Və gördüyünüz kimi, bu günlərdə Zilhiccə ayıdır və xeyirli günlərdir. Allah Taala'nı çox zikr eləyən və xüsusən də bayram zikridir. Bilirsiniz ki, ayın birindən müstəhəbdir başlamaq. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, və lillahilhamd. Yəni bu zikri və s. Quran oxumaq dedik və başqa zikirləri. Və əlbəttə ki, oruç tutmaq, ümumiyyətlə Allah Taala'nın buyurduqlarını yerinə yetirmək, bacardığın qadarı bu işləri görmək Allahı qorumaqdır, Allahı xatırlamaqdır, Allahı yada salmaqdır. Və Allah da səni qoruyacaq, və Allah da səni yada salacaq. Yəni bu hədisdə çox gözəl, açıq-aşkar məna var və Şeyx Rahmetullahi aleyhi gözəl şəkildə bunu izah edir. Yəni sənin malının qorunmasını başqa şeylərdə axtarırsan, izzəti, başqa şeylərdə axtarırsan qorunmağı. Görürsən ki, heç sənə fayda vermir, yəni heç eləyə bilmirsən, aciz qalırsan. Bugün görürsünüz, biz kənddə yaşayırıq, nə hadisələr baş verir, görürsünüz. Yəni, heç bir şey, nə dərman, nə kömək eləmir bu meyvələrin olmasına. Yəni, heç bir şey, nə eləyim, nə bilim, nə. Bunlar əgər Allah Taala'dan gələn bir şeydirsə, Allah ona əmr edibsə, heç vaxt onun qarşısını heç kəs ala bilməz. Və ona görə də tövbə etməklə, yaxşı əməllər görməklə, islah olmaqla, nədir, xeyrə çatmaq olar. Və Allah Taala bizim ibadətlərimizi qəbul etsin, dualarımızı qəbul etsin. Allah Taala ölkəmizi daim əmin-aman içərisində etsin, xeyr içərisində etsin. Və Allah Taala qohum əqrəbəmizə, qohumlarımıza, qardaşlarımıza, müsəlmanlara doğru yol göstərsin, hidayət yol göstərsin, qəlblərini açsın, genişlənsin və Allah Taala xəstələrimizə şəfa versin. Allah sıxıntıda olan bütün müsəlmanlara kömək olsun. Allah Taala ölkəmizi qorusun, ölkə başımızı qorusun və onu xeyr üzərində etsin. Bu xeyirli günlərdə onun üçün çoxlu dualar edirik, sağlam etsin, bizim üçün xeyirli etsin, ona güc qüvvət versin. Və Allah Subhanahu taala bütün işləri uğurlu etsin və bizim üçün xeyirli etsin. Və həmçinin əsgərlərimizi, hərbiçilərimizi, ölkəmizin əmin-amanlığını qoruyanları Allah qorusun və xeyir içərisində etsin.
Və Allah Teala bizi bağışlasın, rəhm etsin. Subhanakallahumma və bihamdik, nəşhədu an la ilahe illə əntə, nəstəğfiruka və nətubu.